Xərçəng xəstəliyini müalicə etmək nə üçün çətindir? Çünki xərçəng tək bir xəstəlik deyil, onun yüzlərlə fərqli variantı var və hər biri özünə məxsus davranışa malikdir. Onlar fərqli mutasiyalar keçirir və dərmanlara fərqli reaksiyalar verirlər. Əsas problem dəyişiklik sürətidir. Xərçəng hüceyrələri o qədər tez mutasiya edir ki, müalicə çox vaxt sadəcə onlara çata bilmir. Tətbiq olunan dərman vasitələri bir qism hüceyrələri məhv edir, lakin sağ qalanlar yenidən fəaliyyətə başlayır. Tək bir şişin içində müxtəlif cür hüceyrələr olur. Bunu hər əsgəri müxtəlif olan bir ordu kimi təsəvvür edin. Digər əsas səbəblərdən biri də xəstəliyin immun sistemimizi aldada bilməsidir. Orqanizm şişi özünkü kimi qəbul edir, çünki bu elə bədənin öz hüceyrələridir. Sadəcə onlar nəzarətsiz şəkildə bölünməyə başlayıblar. Adətən immun sistemi bundan xəbər tutanda artıq gec olur. Bura metastazları da əlavə edin. Xərçəng bədənə yayıldıqda müxtəlif orqanlarda məskunlaşmağa başlayır, hər mühitə uyğunlaşır və demək olar ki, hər biri ayrıca yanaşma tələb edən müstəqil xəstəlik şəbəkəsinə çevrilir. Məhz buna görə elm xərçəng ilə bu qədər uzun və bu qədər də inadkarlıqla mübarizə aparır. Hazırki elmi nailiyyətlərlə hər il bu xəstəliyin daha az şansı qalmaqdadır. 1970-ci illərdə xərçəng xəstələrinin yalnız 25% diaqnoz qoyulduqdan sonra 10 il və ya daha çox müddət yaşayırdısa, bugün bu rəqəm artıq 50%dir.